məclisdə bizim çox hörmətli yardımcımız, Milli Məclisimizin deputatı Səyyad müəllim iştirak edir. Amma mən Səyyad müəllimi bilərəkdən tədbir öz möhtəşəmliyini itirməsin deyə axıra saxladım ki, o möhtəşəmlik tədbirin axırınacan qorunub saxlansın. Burada məsələn Gülnar xanım var, burada Fərqanə xanım əyləşibdi, Şəfət xanım buradaydı, getdi. Daha mənim indi tanımadım, Müşfiq bəy buradadır, Günay xanımdır, bilmirəm, düz elimdə Günay xanım. Və bir çox başqaları. Mən sizə öz minnətdarlığımı bildirirəm. Zərəngiz xanım, bizim gözəl şairəmiz və Xocalı bayatlarının müəllifi. Əgər sizin hər hansı birinizin ürəyinizdən bir söz demək keçirsə, çox qısa sürətdə onu təbrikinizi deyə bilərsiniz. Fərqanə xanım bayaq əlində gül gəlmişdi, gülün təqdim edə bilər, biz də onu alqışlayacağıq. Mən də bugün müqəddəs Zəfər bayramımızı təbrik edirəm və həqiqətən də çağdaş ədəbiyyatımızın dəyərli nümayəndəsi olan Sahidə xanım, istedadlı ana, dəyərli pedagog, tərcüməçi, ədəbiyyatşünas, yəni bunları sadalamaqla tutarmır. Biz ona təşəkkürümüzü bildiririk ki, zamanın, mühitin ən dəyərli mövzusuna toxunub. Sahidə xanım, bir daha sizi təbrik edirəm. Minnətdarlığımı bildirirəm ki, həqiqətən də bu kitabı yazmaq böyük gərginlik, əziyyət tələb edir. O anları, emosiyaları yaşamaq, şəhidlərin taleyindən xəbərdar olub onu yazmaq çox mühüm bir hadisədir. Mühitin zamanın ən müqəddəs mövzusudur, ən dəyərli mövzusudur. Çox danışa bilərik, sadəcə olaraq yenə də deyirəm, üzrlü sayım ki, vaxtınızı alıram, bir daha təbrik edirəm.